Kızlar, salam hər kəsə. Çox sual gəlir ki, beliniz necə oldu, ağrınız varmı, necə məmnun musunuz? Belə deyim. Baxın. Hələ korset var, hələ ödəm var, ödəm. Çox əladır, çox ləzzət verir mənə. Artıq şükürlər olsun 4-5 gündür yanda yata bilirəm. Doktor icazə verdi. Əvvəl düz yatırdıq. Ağrılarım zaten heç yox. Əvvəl 1-ci, 2-ci, 3-cü günlərdə bəzən olurdu, ağrı kəsici olurdu. O da bəzən. Amma dediyim kimi o şiddətli, ay özünü çırpasan yerdən yerə elə bir şey yoxdur. Özüm yaşamışam, onu deyirəm. Ha, sızlamalar var. Elə əməliyyatdan çıxırsan, o hadi hurre oynayaq. Elə bir dünya yoxdur. Onu deyə bilmərəm. Amma həqiqətən o şiddətli deyir sənə ağrı, elə bir şey yox. Bunsa ağrı kəsici vururlar, sistem taxırlar. Ağrı kəsici doktor evə də yazır. Ona görə biraz sızlamalar olur. Hələ ki aktiv biriysəniz, tez hərəkət edən biriysəniz mənim kimi, o biraz sizi sıxa bilər. Çünki istədiyiniz kimi hərəkət edə bilmirsiniz, istədiyiniz kimi yata bilmirsiniz, tez durub otura bilmirsiniz. Bunlar önəmlidir, amma artıq maşallah bugün əməliyyatımın 15-ci günüdür. Yarım ay keçib. Və çox özümü yaxşı hiss edirəm, ruhən də, enerji tərəfdən də yaxşı ki eləmişim. Doktorumu çox soruşursunuz. Doktorumdan çox məmnunam. Çox Allahın ürəyinə görə versin. Yəni həqiqətən doktor da insanın şansıymış. Yaxşı doktor insanın şansıymış. Belə deyim də. Yəni davranışı, insanlığı, təcrübəsi, hər şeyi ilə Allah razı olsun. Çox soruşan xanımlar var. Yəni məncə gözünüz yumulu belə gedə bilərsiniz onun yanına. Təbii ki, doktorla görüşün, çünki o özü sizə hər şeyi anlatır. Nəyi uyğun gördüsə dedi ki, bu belə olar, belə olmalıdır. Nəyi uyğun görmədisə dedi, bu zərər ola bilər. Yəni hər şey sizə açıq-aşkar anlatır. Allah razı olsun. Yəni mən doktorumdan məmnunam. Belə deyim, yenə olsa yenə onun yanına gedəm. Net. Hələ korse var. Dediyim gibi hələ ödəmlərim var. Hələ ödəmlər vardır burada. Keçən dəfə belə idi, yavaş ödəmlər artıq yatır. Sevirəm sizi.